Salam, değerli dostlar, əziz Səda İnternet Televiziyasının izləyiciləri, eyni zamanda məni Facebook üzərindən izləyən dəyərli dostlar, eyni zamanda əziz Xural Televiziyasında izləyiciləri, hamısı bizimdir, biz birlikdə təbii ki, fəaliyyətdəyik. Çox sayılı son günlər mənə müraciət edirsiniz, müraciətdə bulunursunuz ki, Elnur Şükürov Əvəz Zeynallının durumu ilə bağlı bizə bir açıqlama ver, bizi məlumatlandır. Təbii ki, mənim hər gün əziz dostum, qardaşım Əvəz Zeynallı ilə əlaqələrim var, telefon danışıqlarım var. Siz izləyicilər çox narahatsınız Əvəz Zeynallının haqqında. Mən onu deyə bilərəm ki, hal-hazırda Əvəz Zeynallının durumu şükürlər olsun Allaha ki, yaxşıdır. Hər gün əlaqəmiz var, irəliləyişlər var, müalicələr gedir, kimyoterapiya davam olunur və müraciət edirsiniz ki, bizim dəstəyimiz Xural televiziyasında, internet televiziyasında, eyni zamanda da Əvəz Zeynallının şəxsi sosial şəbəkə hesabında, Facebook hesabında kapital kartının, bankinin kartının seriya nömrəsi var. O hesabdan öz maddi dəstəyinizi edə bilərsiniz. Mən də bu günlərdə çalışacağım ki, həmən o hesab kartının nömrəsini paylaşım. Yəni, Əvəz Zeynallı özünü Azərbaycan xalqına əmanət edib. Özünü Azərbaycan xalqına həvalə edib. Biz xalq olaraq əziz dostumuz, qardaşımız Əvəz Zeynallıya sahib çıxmalıyıq, dəstək olmalıyıq. Əvəz Zeynallı xalqın səsidir, millətin səsidir. İnsanların deyə bilmədiyini qəlbində illərdir yaşatdığı, amma içindən çıxarda bilməyəcəyi sözləri deyən bir dostumuz, qardaşımızdır. Bu günləri biz Əvəz Zeynallıya, Vüqar Tofiq oğluna, digər qələm sahiblərinə, digər söz sahiblərinə sahib çıxmalıyıq. Ona görə də narahat olmayın, şükürlər olsun ki, hələ ki Əvəz Zeynallı yaxşıdır, müalicəsi gedir. Yenə də dəstək olmaq istəyən dostlarımız da mənə çox sayılı yazıblar, hansı yolla, necə dəstək olaq. Mən bir açıqlama etmək qərarına gəldim. İstər Əvəz Zeynallının səhhəti ilə bağlı sizi məlumatlandırım, istərsə də o dəstək olmayan dostlara da bildirim ki, istər Xural TV-də, istər Facebook səhifəsində Əvəz Zeynallının kart hesabına var, ora dəstək ola bilərsiniz. Dəyərli dostlar, mən sizin hər birinizə minnətdaram, təşəkkür edirəm. Yenə deyirəm, son günlərdə çox sayılı mənə suallar ünvanlandı, çox sayılı insanlar narahatdılar ki, Elnur Şükürov bir açıqlama versin. Mən bu açıqlamanı verdim sizə, narahat olmayın, hər şey yaxşıdır. Allah bütün Azərbaycan xalqını qorusun. Dünyada yaşayan Azərbaycanlıları Allah qorusun. Nə yaxşı ki varsınız, sizlərin dəstəyini biz çox yüksək qiymətləndiririk. İstər Əvəz Zeynallı, istər Elnur Şükürov. Sizə dərin minnətdarlığımı bildirirəm, təşəkkür eləyirəm. Var olasınız, yaşasın Azərbaycan xalqı, var olsun Azərbaycanımız, var olsun dövlətimiz, millətimiz, bayrağımız. Sağ olun, sağlıqla qalın.